Ümid edirəm ki, görünür slaytlar. Mən ilk dəfədir Google Meet istifadə edirəm. Biraz Görünür. Aha, tamamdır. Mənim mövzum andan-gəmi ürək qüsurları haqqındadır. Ümid edirəm ki, tez danışıb bitirərəm. Doğuşdan gələn ürək xəstəlikləri ürək-damar sisteminin andan-gəmi qüsurlarını əhatə edir. Bu xəstəliklər embrion inkişafı zamanı ürək və damarların düzgün formalaşmaması nəticəsində yaranır. Ümumiyyətlə iki cür olur: sianotik və asianotik. Sianotik nə deməkdir? Yəni deoksigenləşmiş qanın orqanizmdə daha çox olması deməkdir. Bu right, left shunt olaraq izah olunur. Buna ətraflı danışacağam, qısa izah verirəm. Asianotik isə left, right shunt. Yəni oksigenləşmiş qan orqanizmdə daha çox olur və bu qüsurlara atrial ventrikulyar septal defektlər, patent ductus arteriosus aiddir. Atrial septal defekt haqqında danışım ilk öncə. Atrial septal defekt ürəyin sağ və sol qulaqcığını ayıran çəpərdən doğuşdan qalan bir dəlikdir. Bu dəlik necə yaranır? İlk öncə baxaq. Burada ilk öncə septum primum deyə bir toxuma inkişaf edir. Bu yuxarıdan gəlir, qırmızı ilə işarə olunandır. Yuxarıdan gəlir aşağıya doğru. Burada bir hissə buraxır. Bu hissə ostium secundum adlanır. Daha sonra aşağıya gəlir. Burada bir hissə var, o burada qeyd olunmuyor. Ostium primum. Bu hissəni də qapadır və gəlir endokardial yastığa birləşir. Daha sonra ikinci hissə septum secundumdur. Bu gəlir sarı ilə işarə olunan hissə. Bu gəlir buradan aşağıya doğru və burada ostium secundum bağlayır, yəni örtür daha doğrusu, yəni cover edir qıraqdan. Sonra aşağıya gəlir foramen ovalenini buraxır. Bunu qısa deyirəm bu hissəni. Buradan da gəlir yeni endokardial yastığa yapışır. Bu yəni döldə ana bətnində bu şəkildə olmalıdır. Bunun səbəbi nədir? Ümumiyyətlə bu dəliklərin burada qalmasını bir dəqiqə. Qəbul etdim. Tamam. Salam, axşamınız xeyir. Salam. Bu dəliklərin burada qalmasının səbəbi ondan ibarətdir ki, biz bir-iki döldən ana bətnində olanda qan göbək venalarından gəlir sağ qulaqcığa tökülür və buradan aşağıya doğru getmir. Çünki aşağıya doğru gedib vurulmalıdır və buradan pulmonar arteriya ilə buradan çıxmalıdır və ağciyərə getməlidir. Bu döldə ağciyər aktiv deyil və həmçinin pulmonar göbək venasından gələn qanda oksigenləşmiş olduğu üçün ona ehtiyacı yoxdur getsin ağciyərə, orada oksigenləşsin. Ona görə də buradan gəlir, bu dəliklərdən girir, buradan foramen ovaledən girir, yuxarıdan da ostium secundumdan girir və sol qulaqcığa daxil olur. Və buradan da sol mədəci aorta bütün bədənə verilir. Amma doğulan zaman bu dəliklər qapanır. Necə qapanır? İki pərdə septum secundum və septum primum bir-birinə füz olur, yəni yapışır. Bunlar yapışanda bəzən elə olur ki, ostium yapışır və yəni çəpər əmələ gətirir. Amma bəzən elə olur ki, bunlar bir-birinə yapışanda sekundum hissəsi bu dəlik kimi açıq qalır, yəni yapışmır o hissə. Və bu da ostium secundum tipi adlanır atrial septal defektin. Bəzən elə olur ki, bu birinci pərdə, yəni septum primum aşağıya doğru gəlir və burada septum primum örtə bilmir, yəni tam aşağıya doğru inkişaf edə bilmir. Bu daha çox əslində belə də izah olunur və daha çox endokardial yastıq defektlərinə də əlaqəli olur septum primumun açıq qalması. Və daha çox hallarda endokardial yastıq defektlərinə əlaqəli septum primum qalır və bu primum tipi adlanır. Atrial septal defektin primum tipi adlanır. Ostium secundum dediyim kimi ostium secundum hissəsinin açıq qalması nəticəsində olur və bu zaman daimi olaraq soldan sağa, sol qulaqcıqdan sağ qulaqcığa qan keçimi baş verir. Ostium primum zamanında dediyim kimi bu daha çox ASD-lərin təxminən 15-20%-ni təşkil edir. Ümumiyyətlə deyirsə əgər sualda ki, məsələn, hər hansı bir mitral və trikuspid yetməzliyi var, bu ən ilk öncə düşünməyimiz gərəkən şey ostium primumdur. Yəni ostium primum olan yerdə mitral trikuspid qapağı yetməzliyi olur. Niyə? Çünki mən az öncə dedim ki, primum defektləri endokardial yastıq defektlərinə əlaqəlidir və endokardial yastıq da bu qapaqların inkişafında əsas rol oynayır. O yetməzlik olanda bu yetməzlikdə olur. İndi gəlir klinik xüsusiyyətlərə. Klinik xüsusiyyətləri bir dəqiqə.
Klinik xüsusiyyətləri, ümumiyyətlə left right şantlarda ümumi klinik xüsusiyyətlər var. Mən indi ümumi danışacağam bu haqqda. Bütün dəqiqə. Aha. Left right şantların hamısında olan klinik xüsusiyyətləri danışacağam və bunu VSD üzərindən, ventrikular septal defekt üzərindən izah eləmək istərdim. Çünki ASD-lər kiçik olur, bəzən özünü bildirmir, uşaqlıq dövründə bildirmir özünü, böyüdükcə bildirir və böyük defektlərdə bu əlamətlərin hamısını görmək mümkündür. Amma yəni ona görə də VSD-lərdə daha çox tez bir müddətdə inkişaf edir deyə, tez bir müddətdə üzə çıxır deyə öncə VSD üzərindən danışmaq istəyirəm. Burada düzdür ASD üzərində qeyd olunub, olmaz ASD üzərində də deyərəm. Burada görürük ki, ventral defekt var burada. Qulaqçı və mədəci arasındakı çəpərin defekti var. Bu böyük defektdir burada qeyd olunan. Buradan sol qulaqçıqdan gəlir qan, sağ qulaqçığa keçir. Left right şantda. Niyə sol qulaqçıqdan keçir? Niyə sağdan sola keçmir? Çünki solda hər zaman təzyiq çox olur. Bir qayda olaraq belədir və həmçinin aortada təzyiq pulmonar arteriyada çox olur, bu da belədir. Proksimalda distaldan təzyiq həmişə çox olur, bu da bir qayda olaraq belədir. Burada təzyiq çox olduğu üçün buradan qan gəlir keçir sağ qulaqçığa, sonra sağ mədəcik. Sağ mədəciyin qan çox yüklənir, qan çox gəlir, çünki sol qulaqçıqda olan qan da ora qarışıb, yəni oksigenləşmiş qandır. Və buradan qan gedir pulmonar arteriyaya vurulur. Buradan sağ mədəcikdən və pulmonar arteriyada artıq qan çox yükləndiyi üçün pulmonar hipertenziyaya gətirib çıxarır və həmçinin buradan qan çox gedir, ağciyərə qan çox təmin olunur və ağciyərdə kapilyarlarda qanın sızmasına gətirib çıxarır, çox qan gəlir deyə və qan sızması da ki, ağciyər ödəminin inkişafına gətirib çıxarır. Sonra üçüncü bronxopulmonar infeksiya qeyd etmişəm. Bronxopulmonar infeksiya qan çox olduğundan, ödəm çox olduğundan tıxanma da çox olacaq və bu da bakteriyaların inkişafına gətirib çıxaracaq. Ona görə də bronxopulmonar infeksiya olacaq. Sonra sağ çox qan sağa gəldiyindən, sağ çox yükləndiyindən sağ ürək çatışmazlığı da zamanla inkişaf edəcək. Nəfəs darlığı olacaq. Niyə nəfəs darlığı olur? Çünki ağciyər həddindən çox inkişaf edir, həddindən çox qan gəlir ora və ona görə nəfəs darlığı olacaq və hepatomeqali də sağ ürək çatışmazlığına uyğun olaraq da hepatomeqali olacaq. Sonra sol hissədə indi məsələn sağı danışdıq biz. İndi solda qan azaldı. Bəs sola bunun mənfi təsiri nədir? Solda qan azalanda aortaya vurulan qan da aşağı düşəcək. Aortaya vurulan qan aşağı düşəndə kardiak output da aşağı düşəcək. Kardiak output aşağı düşəndə blood pressure, yəni təzyiq də aşağı düşəcək. Bu zaman simpatik sinir sistemi aktivləşəcək və simpatik sinir sistemi aktivləşəndə nə olacaq? Heart rate artacaq. Ürəyi daha da çox işləyəcək ki, aşağıya doğru qanı çatdıra bilsin. Bir-iki simpatik sinir sistemi sweat glandslara da tər vəzlərinə də təsir göstərəcək. Ona görə tərləmə olacaq, yorğunluq da olacaq, fatiq olur. Niyə? Çünki xəstə az yeyir, çox ürək işləyir və az yeyir və buna bağlı olaraq da ki, onda yorğunluq əlamətləri müşahidə olunacaq və simpatik sinir sistemi aktivləşir. Sonra solda yenə fərqlərini deyirəm. Məsələn, ASD ilə VSD-nin fərqi nədən ibarətdir? ASD gec mərhələdə pulmonar hipertenziya ASD-də inkişaf edir və ASD-də uşaqda çox simptom vermir, amma böyüdükcə yorğunluq, taxikardiya, sağ ürək çatışmazlığı inkişaf edə bilir. Sonra gəlirik ağırlaşmasına. Left to right şantın ağırlaşması Eisenmenger sindromudur. Eisenmenger sindromu nədir? Məsələn, burada VSD üzərində qeyd olunur, ventrikular septal defekt üzərində. Məsələn, qan çox gəlir, tutam ki, sağdan sola doğru qan gəlir. Yəni sol hissə çox yüklənir, sağ hissə çox yüklənir. Yəni sağ mədəcik həddindən artıq qanla yüklənir və həddindən artıq qan pulmonar arteriyaya doğru gedir. Basınca qarşı olan şeylər, məsələn, sağ mədəcikdə qan çox yükləndiyindən, basınc da çox olduğundan, təzyiq də çox olduğundan basınca qarşı olan şeylərdə dilatation olmur, hipertrofiya olur. Öncə də bu sağ mədəciyin hipertrofiyasına gətirib çıxaracaq. Daha sonra buna pulmonar arteriya da buna cavab verməlidir. Bu qədər qana, bu qədər bir türlü cavab verməlidir. Onlar da iki cür cavab verəcək. Bir cür vazokonstriksiya ilə cavab verəcək, yəni daraldacaq damarı. Daha sonra cavab verəcək, bunun qalınlaşması ilə, damarın qalınlaşması ilə cavab verəcək.
damar qalınlaşacaq. Niyə? Çünki orada da yüksək basınc var. Basınca qarşı yaranan şeydə hipertrofiya olur. Damarın hipertrofiyası olacaq, damarın qalınlaşması olacaq. Yəni pulmonar damar qalınlaşacaq. Qalınlaşanda nə olacaq? Mənfəs daralacaq. Mənfəs daralandan sonra çox yenə qan davam gəlməyə davam edir. Və mədənin də hipertrofisi yaranıb, arteriyanın da hipertrofisi yaranıb, mənfəs dardır. Bu qədər qanı ora qovmalıdır da. Ona görə də biz normalda dedik ki, solda təzyiq həmişə sağdan çox olur. Yəni sol qulaqçıqda, sol mədəcikdə təzyiq sağ mədəcikdən daha çox olur. Amma Eisenmenger sindromunda burada o qədər təzyiq olur ki, o qədər təzyiqi yuxarı verməyə çalışır ki, yəni kiçik mənfəs var deyə. Sağ mədəciyin təzyiqi solu üstələyəcək. Ona görə də artıq sağ mədəcikdən qan sol mədəciyə keçəcək. Və bu zaman deoksigenləşmiş qan oksigenləşmiş qana qarışacaq. Və mixed qan bütün bədənə dövrə edəcək. Sinoz əlamətləri olacaq, baş gicəllənməsi olacaq. Və bir də burada əsas məqam polistemiyadır. Həqiqətən çox maraqlıdır bu hissə. Niyə? Çünki bədəndə bir hipoksiya vəziyyəti var, siyanoz vəziyyəti var, oksigen çatmır və bu zaman böbrək düşünəcək ki, bunun səbəbi, hipoksiyanın səbəbi yəqin ki, qanın az olmasıdır. Amma qanın azalması deyil. Səbəb ürəkdir, yəni ürəkdə proseslər baş verir. Ona görə də o eritropoyetin sintezə edəcək, böbrək eritropoyetin sintezə edəcək ki, qan hüceyrənin artırsın, oksigenləşmənin artırsın. Və buna görə də polistemiya olacaq. Məsələn, qan analizi verir, laborator analizinə baxdıqda qanın polistemiya müşahidə olunacaq. Sonra ASD, arterial septal defektdən kliniki müayinədə nələr görəcəyik? Systolic ejection murmur olur. Murmur ümumiyyətlə nədir? Yəni murmur hər zaman turbulans olan yerlərdə olur da. Yəni turbulans olan yerlərdə olur. Məsələn, sürət olan, turbulans olan yerlərdə olur da. İndi məsələn ASD-də yəni sağdan ASD-dən sağ qulaqçıqdan sol qulaqçığa davamlı olaraq qan axışı gəlir və buradan qan pulmonar arteriyaya doğru gedir. Yuxarıya doğru gedir. Yuxarıya doğru gedəndə bu zaman qan çoxlu gedir deyə, çox sürətlə gedir deyə, turbulansiya əmələ gələcək bu sol çıxış zamanı, sistoliya zamanı çox belə sürət, turbulansiya əmələ gələcək deyə. Yəni bu systolic ejection murmur kimi səslənəcək. Və bir də fixed split S2 var. Bu nədir? S2 bilirik ki, normalda S1 nəyin şeydir? Mitraldır. Mitralla aortal qapağı, yox. Mitralla trikuspidin qapanması S1, aortalla pulmonarın da qapanması S2-dir. Məsələn, aortal burada pulmonar qapaq gec qapanacaq. Səbəb nədir? Çünki qan çox gəlir və bu qədər qanı bu hamısını ötürməlidir də və bunun üçün müəyyən bir zaman lazımdır. Bu müəyyən bir zaman lazımdır deyə trikuspid qapağın pulmonar qapağın bağlanması, yəni bütün qanın pulmonar arteriyadan getməsi və pulmonar qapağın bağlanması üçün müəyyən bir zaman lazım gələcək və pulmonar qapaq arterial qapaqdan çox sonra bağlanacaq. Ona görə də pulmonar qapağın bağlanmasının səsini biz gec görəcəyik. Və fixed olmasının səbəbi nədir? Fixed nə deməkdir? Yəni dəyişmir. Yəni buna inspiration, expiration, nəfəs alma, nəfəs vermə təsir eləmir. Yəni bu olduğu kimi hər zaman eyni cür eşidilir. Burada indi nəyi qoymuşam? Systolic ejection murmur S2 səsini qoymuşam. Fixed split S2-ni qoymuşam. Bu qədər. Diagnostikasında da az öncə dediyim kimi fiks olunmuş ikinci ürək səsinin parçalanması, echokardiografiyada şunt dərəcəsini təyin edə bilərik, soldan sağa şuntu müəyyən edə bilərik. EKG-də sağ və arterial və sol sağ ventrikul hipertrofiyası əlamətlərini görə bilərik. Müalicə zamanı kiçik ASD-də öz-özünə bağlanır, mümkündür öz-özünə bağlanması və yaxud da transkateter cihazla bağlanma mümkündür. Bağlanma etmək olar. Cərrahi bağlanma usulda ki, simptomatik əgər olursa və böyük defekt varsa, bu zaman cərrahi bağlanma olur. Vaxtı qısa vermişəm. Daha sonra keçirik aortanın koarktasiyasına. Buna qayıdaram, buna keçim.
Ümumiyyətlə aortanın koagulyasiyası aortanın daralması ilə əlaqəli bir ürək anomaliyasıdır. Bu vəziyyət aortanın bir hissəsinin doğuşdan daralması və ya sıxılmasından ibarətdir. Epidemiologiyasına gəldikdə bunun ən çox kişilərdə rast gəlinir və bu xəstələrin 75-80%-də 2 taylı aortik qapalı görmə olur. Bir 3 taylı olur, bunlarda 2 taylı olacaq. Və 100 min əhalidə 40-50-sinə rast gəlinir və bütün kongenital ürək xəstəliklərinin 8-10%-ni təşkil edir. Və əsasən genetik olaraq ötürülməklə desək, Turner sindromundan əlaqəlidir bu. Turner sindromunda bu o demək deyil ki, sadəcə aortanın koagulyasiyası rast gəlinir. Müxtəlif xəstəliklər rast gəlinir. Schön kompleksi idi səhv eləmirəmsə adı. Orada müxtəlif aortik qüsurların, andancəmi qüsurların sxemi verilmişdi. Yəni sadəcə koagulyasiyası aortanın koagulyasiyası olacaq. Və burada məsələn Turner sindromu olan bir xəstənin ürəyin anomaliyalarının quruluşu verilmişdi. Burada bir çox anomaliyalar görmək olar. Ürədemiyalar inkişafdan qalıb, yəni zəif inkişaf edir və burada ən çox bizim diqqət etməmiz gerəkən şey aortanın koagulyasiyasıdır ki, burada oxunan işarə olunub daralma, burada daralma qeyd olunub. Patofiziologiyasına gəldikdə biz patofiziologiyasından danışanda ilk öncə onun predaktal və postdaktal tiplərini bilməliyik. Predaktal tip o deməkdir ki, bu ductus arteriosusdan əvvəl rast gəlinir. Yəni ductus arteriosus nədir? İlk öncə ductus arteriosusu izah edeyim. Ductus arteriosus bir kanal kimi təsəvvür edə bilərik ki, bu arteriyanla, pulmonar arteriyanla aort arasında bir kanaldır. Bu uşaqlıq dövründə olur, yəni ana dövrdə olur, bətnin daxilində olur. Uşaqlıqdan doğulduqdan sonra uşaq bağlanır. Lakin elə olur ki, bu doğulduqdan sonra açıq qalır. Və predaktal tipində, yəni coagulation nə demək? Daralmadır. Burada daralmanı görürük. Baxın, burada daralma qeyd olunub. Bu daralmadan əvvəl rast gəlinir. Bu ductus arteriosusdur, bu orada görünən kanaldır. Bu ductus arteriosusdan daralma əvvəldirsə əgər, bu predaktaldır. Və bu yaxşı tipidir, ən çox rast gəlinən tipidir. Niyə yaxşıdır? Ductus arteriosus bunlarda çoxunda açıq olur. 75-85% xəstələrdə ductus arteriosus açıq olur. Bu yaxşı əlamətdir ductus arteriosusun açıq olması bu xəstələrdə. Çünki daralma olacaq, aşağıya qan az gedir. Ən azından ductus arteriosusun açıq olması zamanı qan aşağı doğru getmiş olur. Düzdür, deoksigenləşmiş qan getmiş olur, mixed qan getmiş olur. Bu haqqda danışacağam. Sonra bu zaman systolic ejection məmur olacaq və bu left posterior hematoraxda eşidiləcək. Burada nə deyəcəkdim başqa? Burada məsələn təsvir edək biz. Burada sol mədəcikdən qan vurulur aortaya bu hissədən. 3 dənə işarə olunub, damar işarə olunub burada. Bunlardan biri ilə sağ hissəyə qan gedəcək. Sağ qolu qanla təmin elədi. Tam ki, burada sağ qol var, sağ qolu qanla təmin etdi. Bu ortadakı başa gedir. Bu başı qanla təmin etdi. Buradan isə sola gedəcək və sol qolu qanla təmin etdi. Gəldi bu hissəyə. Bu hissəyə gələndə artıq daralma müşahidə olunur. Keçə bilmir buradan. Yəni yavaş-yavaş keçir və ayağa doğru qan, aşağı ətraflara doğru qan yavaş-yavaş gedir. Burada ductus arteriosusu görürük buradan. Buradan pulmonar arteriyadan gələn qan, biz əslində demişdik ki, proksimaldan, biz əslində demişdik ki, aortadan pulmonar arteriyaya qan keçir, çünki aortada təzyiq çoxdur. Amma burada pulmonar arteriyadan aortaya qan keçir. Niyə? Çünki proksimalda distaldan belə bir söz demişdik. Proksimalda distaldan təzyiq daha çoxdur. Burada daralmanın əvvəlində proksimalda təzyiq çoxdur. Distalda artıq az qan gəlir deyə burada distalda qan təzyiqi aşağı olacaq və pulmonar arteriyadan distal, yəni aortanın distal hissəsinə qan axını baş verəcək. Və bu da buradan da deoksigenləşmiş qan gedəcək bura və mixed qan, yəni qarışmış qan aşağıya doğru gedəcək və qarışıq qan olmuş olacaq. Siyanotip bir hal müşahidə olunacaq. Yuxarıda oksigenləşmiş qan olduğu üçün oksigenləşmiş qan olacaq, aşağıda isə deoksigenləşmiş qan olacaq. Bu diferensial siyanoz adlanır, yəni iki müxtəlif siyanoz adlandırılır. Postdaktal, burada unutduğum bir şey var. Nəysə amma postdaktal tipində, yəni bu zaman ductus arteriosusdan coagulation daralma sonra rast gəlinir. Və bu zaman qan, məsələn, burada artıq bunu qurtaran ductus arteriosus da yoxdur. Yəni az qan gedəcək aşağıya doğru və aortadan qan vurulur, beyinə doğru, sağ qola doğru, sol qola doğru oksigenləşmiş qanla təmin olunur və çox qan gəlir. Həddindən artıq qan yuxarıya doğru gedir. Bu qədər qanın çox getməsinin yuxarıya doğru bir fəsadı olmalıdır. Yəni çox
Qan gedəndə də çox təzyiq olacaq. Çox təzyiq olanda bu tinnitus xəstəliyi yaranacaq. Tinnitus nədir? Qulaqda müxtəlif səslər eşidiləcək, zəng səsi eşidiləcək, bilinməyən, yəni eşidilməyən, düzgün olmayan hallusinasiya kimi səslər eşidiləcək. Və beyində beta anevrizminə gətirib çıxaracaq, yəni beyində damarların yırtılmasına gətirib çıxaracaq və sol qulaqcıq çox işləyəcək ki, bu qanın hamısını qova bilsin, bu daralmadan keçirə bilsin və burada yüksək təzyiq var və təzyiqə qarşı da hipertrofi nəyə qarşı yaranırdı? Basınca qarşı, təzyiqə qarşı, yəni yüksək təzyiq var burada və buna qarşı sol mədəcik çox işləyir və çox işləyəndə ki, sol mədəciyin hipertrofisi yaranacaq və postoperativ hipertrofi var, beta anevrizm var və tinnitus var. Bunları yadda saxlayırıq. Bir də baş ağrısı var. Və bir də yuxarıda məsələn oksigenləşmiş qan olacaq, aşağıya isə az qan gedir və aşağıda təzyiq də aşağıdır. Və aşağıda təzyiqin aşağı olması bronxofemoral delay olacaq. Nədir? Yəni biz normalda əlimizi radial pulsa da qoyanda, femoral pulsa da qoyanda eyni anda eşitməliyik təzyiqi, yəni eyni cür eşitməliyik, amma bu zaman femoralda gecikmə olacaq. Yəni çünki aşağıda təzyiq aşağıdır və bu zaman gecikmiş və zəif bir nəbz femoralda eşidəcəyik və aşağıya qan az getdiyi üçün əzələlər az qida alınacaq və əzələlərdə bu çox yüksək bir şiddətli bir ağrı ilə nəticələnəcək. Həm şiddətli ağrı olacaq, həm də hissizlik olacaq. Bu dedim ki, aortanın koagulyasiyasında 75-80% hallarda 2 taylı aorta qapağı var. Burada exo zamanı görə bilirik 2 taylı qapağı görə bilirik. Bu ən əsas üsullardan biridir ki, aortanın koagulyasiyasına diaqnoz qonan ən əsas üsullardan biridir. Ən çox Amerikada bu istifadə olunur. Bu üsul abdominal aortanın Doppler üsuludur ki, hallmark, yəni bunun ən əsas qızıl standart deyilə bilər bu üsula. Burada normal abdominal aortanı görürük biz. Normal abdominal aortanın sxemini görürük. Yəni Doppler müayinəsində wave pulsdur bu. Wave puls müayinəsini görürük. Burada nədir? Burada birinci hissə, yəni sarıdan əvvəlki hissə, bu yuxarıya doğru gedən hissə adlanır. Upstroke adlanırdı. Upstroke systolic adlanırdı. Yəni yuxarıya doğru sistoliya zamanı. Belə təsəvvür edək bunu. Məsələn, abdominal aortada qan davamlı olaraq məsələn aşağıya gedir. Məsələn, davamlı olaraq yox, indi qan aşağıya doğru gedir. Sistola zamanı qan gedir aşağıya doğru. Bu zaman sistola zamanı qan axışını burada görürük yuxarıya doğru. Sonra sistolanın sonuna yaxın bu qan axışı, yəni sürətli bir şəkildə aşağıya düşür. Qan axışı. Və burada kiçicik bir hissə var. Yəni aşağıda kiçicik bir hissə, mavi hissə. Bu hissə isə late diastolic, early diastolic fazadır ki, reversal fazası, early diastolic reversal. Yəni diastol zamanı isə abdominal aortada qanın geriyə dönməsi olur. Kiçicik, yəni az bir zaman ərzində geriyə dönmə olur. Bu geriyə dönmənin səbəbi də ki, qanın abdominal aortanın elastikliyini təmin etməkdir səbəb. Abdominal aorta elastikliyini təmin etmək üçün həm də ürəkdə təzyiq olduğu üçün, çünki diastoladır bu, diastolada ürəyə qan yüklənir. Ona görə də kiçicik bir geriyə dönmə yaşanır. Burada qeyd olunub o. Ondan sonra uzun bir mərhələ olaraq gəlir. Burada late diastolic forward flow mərhələsi, yəni irəliyə doğru axış. Artıq aşağıya doğru, ayağa doğru yüksək sürətlə diastol fazasında qan axını baş verir. Və sonra bu normal idi. Burada yenə nə istəyəcəkdim, unutdum. Yox. Bu isə aortanın koagulyasiyasındadır. Aortanın koagulyasiyasında isə bu halı görmüş oluruq. Abdominal aortanın Doppler müayinəsində sxem bu olacaq. Nə olur burada? Burada az öncə dedik ki, sistol fazasında qan sürətlə getməlidir və burada yavaş sürətlə gedəcək, slow upstroke olur. Sonra yüksək sürətlə aşağı enməli demişdim. Burada sluggish olacaq, yəni yavaş, yəni gec aşağı düşmə olur. Və biz burada ən əsas müşahidə olunan şeylərdən biri continuous forward flow, absence of reversal. Deməli, gedişmə olmadı. Yaxud ki, early late reversal. İlk öncə kiçicik bir miqdarda abdominal aortanın geri dönüşü olurdu. Elastik, onun istirahəti üçün, onun necə deyim, elastikliyini təmin etmək üçün geri dönüş olurdu. Amma aortanın koagulyasiyasında daralma var yuxarıda
və daralma olduğu üçün geri dönüş yüksək bir təzyiq var yuxarıda. Ona görə də o geri dönə bilməz. Ona görə də daimi olaraq aşağıya doğru, ayaqlara doğru getməlidir. Həm də bunun səbəbi nədir? Ayağa qan getmir deyə aşağıdan bir müqavimət gəlir ki, onu qan istəyir. Ona görə daimi olaraq aşağıya doğru gedir. Yəni daimi olaraq düz gedir burada. Yəni burada geri dönüş olmur. Bunu əsasən də burada işarə olunub, bunun diaqnozunu qoyurlar. Bu isə yeni doğulmuşlardadır. Yeni doğulmuşlarda, amma burada yeni doğulmuşlarda bir hal var. Puls Wave Dopplerdə görürük ki, normal abdominal aortanın görüntüsü alınır, amma bayaqlar az öncə danışdığım aorta koaktasiyalarındakı halların heç biri alınmır. Məsələn, dedim ki, patoloji bir haldır, continuous forward flow olmalıdır. Məsələn, o hal burada alınmır. Bunun səbəbi nədir sizə? Bu sual idi. İstəyirsəm sonra qayıdaram, sualın cavabını cavablayaram. Diaqnostikasında yuxarı aşağı ətraflarda dedim təzyiq fərqi olur. Öncə təzyiq fərqinə əsasən qoyurlar. EKG-də və rentgen müayinəsində sol ventrikul hipertrofiyasını görə bilərik EKG-də və 3 işarəsi olunur. Burada qeyd olunub sol mədəciyin hipertrofiyasını rentgendə 3 işarə şəklində görmüş olar və MRT angiografiyanı və KT angiografiyanı da qoyulur ən sonda. Və müalicə üçün neonatal stabilizasiya, prostaglandin E1 infuziyası. Prostaglandin çox olduğu yer, açıqlığın çox olduğu yer deməkdir həmişə. Prostaglandin azdırsa açıqlıq aşağıdır. Yəqin ki, prostaglandin infuziyası deyəndə, yəni bu ductus arteriosusu açıq saxlamaq üçün bir də balon angioplastika və cərrahi rezeksiyalı anastomoz. Bu da cərrahi müalicə ehtiyacı duyandadır. İndi ventrikular septal defektə keçirik. Ventrikular septal defekt ən çox rastlanan doğuşdan sonra anomaliyalardan biridir və sağ və sol ventrikul arasındakı, çəpər arasındakı defektlə əlaqəli olur. Və bunun inkişafı necə olur? Apexdən yuxarıya doğru bunun əzələvi hissəsi inkişaf edir və yuxarıdan endokardial yastıqdan aşağıya doğru da membranoz hissəsi olur və ən çox qüsurlarda membranoz hissəsində olan qüsurlara əsasən olur. Və burada dəlik qalır və oradan daimi olaraq soldan sağa doğru qan keçir. Burada da qeyd olunub. Ventrikular septal defektdə load S2-nin yüksək olmasını görürük. Niyə S2 yüksək olur? Çünki qan sürətlə pulmonar arteriyaya gedir və orada çox təzyiq olur və bu pulmonar qapağın daha sərt çırpılmasına səbəb olacaq. Ona görə də S2-nin biz daha sürətli görürük və nə qədər defekt balcadırsa, o qədər yüksək işlədik onu. Və holostoraq məmür eşidilir burada. Məmür holostoraq eşitmənin səbəbi odur ki, holostoraq yəni hər yerdə işlənən deməkdir. Yəni bu hər yerdə işləyəcək. Çünki sol və böyük bir yerdədir defekt və qan daimi olaraq soldan sağa doğru gedir. Ona görə də holostoraq məmür sol aşağı sternal kənarda işləyəcək. Burada holostoraq məmürü qoymuşdum. Yazılmır. Bu da assosiasiya olunmadır. Bu suallarda çox olur. Maternal diabetlə assosiasiya olunan ventrikular septal defektdir. Down sindromu ilə endokardial yastıq ən çox assosiasiya olunan endokardial yastıqdır. VSD-dir, ASD-dir. Apert-lə sindromu var ki, onunla VSD assosiasiya olunur. Holt-Oramla ASD, VSD. Turner-la aorta koaktasiyanı. İndi koaktasiyanın aortanın diaqnostikasına gələk. Burada ekokardiyografiyada sol və sağ şuntun təsdiqlənməsi, bu haqqda danışdım. Və bir də sol və sağ şuntun təsdiqlənməsi üçün bir dənə də göstərici var, adlandırır. O pulmonar dövrandakı olan təzyiqin, sistemik dövrandakı olan təzyiqin fərqini hesablamaq üçün də o saturasiya əsasən hesablanır. Burada EKG-də kardiomeqaliya, pulmonar hipertenziya əlamətləri olur və kateterizasiya bu da nadir hallarda olur. Kiçik VSD-də yenə ASD kimi spontan bağlama mümkündür. Açıq reanimativ və transkateter bağlama. Diuretiklərdə, ACE inhibitorlarda pulmonar hipertenziyanın idarəsi üçün verilir. Sonra keçirik patent ductus arteriosu. Patent nə deməkdir? Patent açıq deməkdir. Ductus arteriosu az öncə dediyim kimi aortanın pulmonar arteriya arasındakı bir kanaldır. Döl həyatında açıq olur. Ductuslar doğuşdan sonra isə bağlanır.
Ümumiyyətlə doğuşdan 10-15 gün sonra fizioloji qapanır. O da oksigenə görə olur. 2-3 həftə ərzində isə anatomik qapanır və anatomik olaraq qapanır. Bu da prostaglandinlə əlaqəlidir və prostaglandinin düşməsi bunun qapanması deməkdir. Prostaglandinin aşağı olması və ligamentum arteriosus demək. Böyüklərdə baxdıqda ekokardioqram bəzən onun ligamentum arteriosusu çox açıq bir şəkildə görmək mümkündür. Və bunlarda continuous memory olur. Bu da machine memory də deyilir. Bu nə deməkdir? Continuous adlandırmasının səbəbi ondan ibarət, yəni davamlı. Davamlı olaraq qan axını var. Yəni ductus arteriosus həm diastolda, həm də sistolda zamanı aortadan pulmonar arteriyə qan axınını görürük. Buna görə də davamlı axın olduğu üçün də continuous memory işlədir. Və burada əsas termin wide pulse pressure müşahidə olunur aortada. Bu necə olur? Məsələn, aortada biz bilirik ki, sistola zamanı yüksək bir təzyiq olur, 120 olur təxminən. Və sonra diastol zamanı təzyiq düşür, məsələn, 80-ə düşür. Sonra amma bu davamlı olaraq qan aortadan pulmonar arteriyə getdiyi üçün diastol zamanı ductus arteriosus olanlarda davamlı olaraq qan gedir deyə aortada təzyiq aşağı düşəcək. Ona görə də diastolik təzyiq, aortanın diastolik təzyiqi çox sürətli bir şəkildə aşağı düşəcək. Ona görə də bu xəstələrdə geniş nəbz təzyiqi olur, yəni distolik və diastolik təzyiq fərqi artır. Təncinəfəsliyə olur, zəif çəki artma olur, tez yorulma olur, təkəskü olur. Bu da continuous memory səsidir. Neredeydi? Fiziki müayinədə maşın səsi tipli sistolik, diastolik ürək küyü, ona sistolik, diastolik ürək tipli deyilək continuous həmçinin. Ekokardioqrafiyada rəngli Doppler axının göstərilməsi, bunu göstərdim. EKG-də sol ventrikul hipertrofiyası və akciğerlərdə hiperperfuziya, oksigen saturasiya testi, bunu da dedim. Burada sol ventrikul hipertrofiyasını EKG-də görmək olar və burada da chest X-ray'də də sol ventrikul hipertrofiyasını görmək olar. Müalicə prostaglandin inhibitorlarda dedim, prostaglandin az olanda qapanmasına gətirib çıxarır. Qapatmaq üçün prostaglandin inhibitorları indometazin, ibuprofen verilir. Bir də müalicədə sıvı azaldılması, mayenin azaldılması lazım olur. Çünki sıvının çox olması sürfaktatları məhv edə bilər, mayenin çox olması. Bir də bəzi hallar vardır ki, burada mütləq ductus arteriosus açıq qalmalıdır. Xəstənin körpənin yaşaması üçün, həyatda qalması üçün. Bunlara hansılara aiddir? Buna hipoplastik ürək sindromu aiddir. Bunların səbəbini izah edirəm. Hipoplastik ürək sindromunda sol mədəzi inkişaf etməmiş olur. Yəni oksigenli qanı bədənə pompalamaq mümkün olmur və diatik ductus arteriosus açıq qalaraq aorta və akciğer arteriyası arasında əlaqə yaradır və oksigenli qanı sistemik dövran üçün təmin edir. Sonra digər məsələn pulmonar atreziya qeyd etmişəm burada. O zaman da mütləq ductus arteriosunun açıq qalması lazımdır. Niyə? Çünki akciğer arteriyası çıxışı bağlanır və sağ mədəzdən çıxa bilmir. Ona görə də ductus arteriosus açıq qalaraq akciğerlərə qan axını təmin edilir. Burada da case report qoymuşam. Maraqlı bir case idi bu. Bunu istədim paylaşım. Normalda caselər biz ki, nadir xəstəliklər varsa, onlara rast gəlirsən, case report olaraq yazılır. Bir xəstənin təqdimatıdır. Və yaxud da ki, heç olmayan xəstəliklərdən fərqli bir təqdimat olaraq case report olaraq yazırlar. Bu da fərqli bir xəstəlik idi. Fərqli bir xəstəlik deyil. Daha da ondan gəmir kusurdan fərqli cür təzahür olunur. Burada ductus arteriosus göstərilir. Məsələn, 61 yaşlı bir qadında bu nəfəs darlığı ilə gəlib, sinə ağrısı ilə gəlib. Bu şikayətlərlə xəstəxanaya daxil olub. Və bunda aşağı ətraflarda ödəm var və fiziki müayinə zamanı maşın səsi müşahidə edilir. Maşın səsi varsa bu nədən şübhələnirik? Biz ilk öncə ductus arteriosusdan şübhələnirik və ekokardioqrafiyada ductus arteriosus 6-7 mm diametrli 6-7 metr diametrli ductus arteriosus görülür. KT-də tam olaraq təsdiqlənir və pulmonar kapilyar veç təzyiqi 30 mm civə sütunu olduğu görülür. Pulmonar kapilyar təzyiqi 4-12 olmalıdır əslində. Burada 30-dur. 30 olması yüksəlməsi onu göstərir ki, sol ventrikul yüklənib. Amma maraqlı hal bundan ibarət ki, bu xəstədə normalda biz dedik ki, ductus arteriosus uşaqlıq yaşlarında çıxır da meydana. Böyük yaş artdıqca, yəni çox nadir hallarda görülür ki, yaş artdıqca böyük yaşlı insanlarda çıxsın. Və böyük yaşlı insanlarda olanda isə bu sol mədəli çatışmazlığı, sol ürək çatışmazlığı ilə və
və pulmonar hipertenziyanın özünü büruzə verir. Bugünə qədərki bütün кейslərdə bütün hallarda bu müşahidə olunur. Amma maraqlı hal bundan ibarətdir ki, bu xəstədə pulmonar kapillar vein pressure artıb, amma pulmonar hipertenziya müşahidə olunmur və sol mədə çatışmazlığı da müşahidə olunmur. Düzdür, pulmonar kapillar vein pressure artması sol mədənin yüksəlməsini göstərir, amma bu ürək çatışmazlığına gətirib çıxarmayıb və bir də ağciyərdən pulmonar hipertenziya müşahidə olunmuyor bu xəstədə. Burada GP-GS nisbəti yazmışam. Bunu az öncə izah elədim. Bu saturasiya əsasən tapılan bir nisbətdir. Pulmonar circulation ilə systemic circulation qan damarlarının fərqidir. Yəni bunu buna təyin edə bilirlər. Necədir? Yəni pulmonar bu deməkdir ki, 1,26 nə deməkdir? 26% pulmonar dövrəndə olan qan sistemik dövrəndə olan qandan çoxdur. Bu da onu təsdiq edir ki, burada sol və sağ şunt var. Hər şey ductus arteriosus olduğunu göstərir, amma pulmonar hipertension yoxdur və sol mədə çatışmazlığı yoxdur. Bunun səbəbi də ona izah oluna bilər ki, ağciyərin damar yatağı yəni yaxşı kompensasiya edə bilib vəziyyətə, 61 yaşı olsa belə. Yəni ona görə də pulmonar hipertenziya yarana bilmir. Mən demişdim ki, az öncə bəzən düzdür qalınlaşma hipertrofiya olur, pulmonar hipertenziyinin və yaxud da ki, başqa hallar müşahidə olunur, amma burada ağciyər damar yatağı yaxşı inkişaf etdiyindən bu vəziyyəti kompensasiya edə bilib. Yəni ona görə də bu hallar müşahidə olunmuyor bunda, bu xəstədə. Bu xəstə haqqında başqa. Yox, bu qədər. Çox sağ ol Fərdə. Sağ olun. Bitti təqdimatım. Doğrudan sevindim. Qısa oldum, dedim ki, vaxtınızı almadım çox. Yetərincə informativ oldu. Çox sağ ol. Siz sağ olun, vaxtınızı aldım. Çox sağ olun qatıldığınız üçün. Çox sağ olun. Sualı olan var mı arkadaşlar? Mən bu dəfə yoxdur. Yoxdursa sağollaşa bilərik deyə düşünürəm. Əslində üzrlü sayıq Nazilə. Sualım var idi mənim. Orada Fərdə patent ductus arteriosusda sən qeyd elədin ki, sol ventrikulun hipertrofiyası olur. Bir də aşağıda sağ ventrikulun hipertrofiyasını da qoymuşdun. Oradan mən düşünürəm ki, daha çox sol ventrikuldur, düzdür, yoxsa necə? Ductus arteriosus sağda olur, əslində solda müşahidə olunur, amma ən çox sol olur. Bir dəqiqə onu açım. Ductus. Aşağıda. Bir aşağıdakı. Yox, desəm bir bunun bir aşağı, buradakı. Burada? Bəli. Burada bayaq qeyd edildiyin sol ventrikulun hipertrofiyası olur. Amma şəkildə sağ ventrikulun hipertrofiyası da qeyd olunur. Sağda olur dediyim kimi, solda olur. Amma əsasən sağ, bir dəqiqə düşünüm. Əsasən sol olur, amma burada sağı qeyd eləmişəm, sağ da olur. Başa düşdüm, mən də açığa sol fikirləşirdim, daha çox olur. Yəni əsas güc ora düşür deyə. Amma mən sadiq olmam, maraqlı açıq məlumatım yox idi, baxdım. Çox sağ ol. Sən sağ ol. Mən də biraz qarışdırdım, indi onu düşünürəm. Bütün sindromlar qarışdı bir-birinə hal-hazırda. Bunun ətraflı izahını verərəm. Dəqiqə, haradaydı burada? Tamam, çox sağ ol bir daha. Başqa sualım yox idi. Tamamdır. Okey, o zaman başqa sual yoxdursa sağollaşa Başqa sual yoxdursa mən o sualı izah eləyərəm, sonra niyə sağ olur deyə. Sonra deyərəm hal-hazırda. Yazarsan istəsən qrupa. Yaxşı, yazaram məncə də. Çünki mən də elə bilirdim. Okey. Tamam, çox sağ ol Fərdə, sağ olun. Sağ olun.